Salam əziz həmkarlar, hər birinizə xoş gördük. Bugünkü mövzumuz olur qrammatik cəhətdən cümlə üzərlə bağlı olmayan sözlər. Cümlədə elə ifadələr var ki, cümlə üzləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən əlaqədə deyil. Yəni, bu nə deməkdir? Yəni, həmin cümlədə işlənmiş söz, yəni mənası var. Düzdür? Yəni, məna cəhətdən cümlədə əsas fikrin ifadə olunmasında iştirak edir. Amma qrammatik cəhətdən əlaqədə, yəni sintaktik əlaqələrdə heç bir sintaktik əlaqə vasitəsilə digər sözlərlə əlaqəyə girmir. Yəni digər sözlər arasında, üzvlər arasında nə tabesi əlaqəsində olur, nə də tabeli əlaqəsində. Belə sözlər xitab və ara sözlər adlanır. Onlar cümlə üzvlərinin heç biri ilə sintaktik əlaqəyə girmədiyi üçün cümlə üzvü olmurlar. Yəni ümumiyyətlə sözlərin cümlə üzvü olmaq xüsusiyyətlərindən biri də digər cümlələrlə qrammatik cəhətdən əlaqədə olmalı. Yəni sözün cümlə üzvü olması üçün leksik məna daşımağı mütləq deyil. Leksik məna daşımaqla yanaşı digər sözlərlə məna və qrammatik cəhətdən əlaqələnməlidir. Məsələn, xitabla ara söz məna cəhətdən əlaqələnsə də qrammatik cəhətdən əlaqələnmədiyinə görə cümlə üzvü olmurlar və bu sözlər də xitab və ara söz adlanırlar. Başlayaq xitabdan. Xitab cümlədə müraciət olunan şəxs və ya əşyanı bildirir. Yəni, müraciət olunan şey, yəni çağırılan mənasında və yaxud da söz deyilən və s. mənasında. Düzdür? Məsələn, dərs zamanı şagirdlərin hər hansı birinə biz müraciət edirik. Bunlar hamısı xitab adlanır. Yəni, fərqi yoxdur. Yəni, istəyir canlı əşya olsun, istəyir cansız əşya olsun. Əgər müraciət olunanı bildirirsə, bunlar hamısı xitab adlanır. Xitablar cümlə üzrəli məna əlaqəsinə girsə də qrammatik əlaqəyə girmir, vurğuladıq bunu. Xitablar sintaktik suala cavab vermir. Zaten suala cavab versə bu, düzdür? Məsələn, aydın, qabağa çıx. Yəni, burada aydın, yəni məna cəhətdən əlaqəlidir. Cümlədə yəni müraciət olunanı bildirir. Məna cəhətdən əlaqə, amma qrammatik cəhətdən, yəni hər hansı bir sintaktik əlaqə funksiyası yəni yerinə yetirmir. Sintaktik əlaqənin hər hansı bir tərəfi olmur. Bununla yanaşı sintaktik suala cavab verir. Yəni burada kim qabağa çıx demirəm. Aydın oldu. Ona görə baxın, fikir verir. Yəni sən qabağa çıx deməkdir. Yəni Aygün nə idi? Aydın burada ikinci şəxs məzmunlaşır, amma özünün ikinci şəxsədir. Üçüncü şəxsdə ifadə olunub və cümlədə hər hansı bir suala cavab verib cümlə zorunda çıxış eləmir. Xitablar xüsusi intonasiya ilə, müraciət intonasiya ilə deyilir. Cümlə üzərindən kiçik fasilə ilə ayrılır. Aydın, qabağa çıx, yəni kiçik fasilə. Bu istədir və vergül, əsasən vergüllə ayrılır. Bəzən bundan sonra indi işarəsi də qoyula bilər. Xitablar əsasən adlı xallı isimlərlə və isim birləşmələrlə ifadə olunur. İsimləşən söz və birləşmələr də xitab ola bilir. Məsələn, həyat, sən nəşərinsən, kim səndən doydu getdi? Söylə, odlar yurdu, niyə satılıb qaşın? Nitq səsinə ifadə olunur, adlı xallı isimdir. Odlar yurdu isim birləşmədir və bu da adlı xal formasında olur. Arxa sırada dayananlar, biraz qabağa gəlin və fikirsiz feili birləşmə ilə ifadə olunub. Qaçaqlar, sözüm sizədir, isimləşmiş sifətdir və xitab mövqeyində çıxış eləyir. Xitablar adətən insana aid olur, amma bəzən xitablarla digər varlıqlara da müraciət etmək olur. Yəni xitab, yəni müraciət olunan şəxslər belə deyək ki, digər varlıqlar ola bilir. Şöhrətin yayılıb hər yana ceyran, doğma Bakı, günü-gündən gözəlləşirsən, oğul, sözlərimə yaxşı qulaq as. Gördüyümüz kimi canlı, yəni heyvana müraciət var, cansıza, şəhərə müraciət var, insana müraciət var. Yəni əsasən insana aid olur, amma bəzən də başqa varlıqlara da xitab oluna bilər. Kimə və ya nəyə müraciətlə işləndiyi nəzərə alınaraq xitablar üç növə ayrılır. İnsana müraciətlə işlədilənlər, başqa canlı varlıqlara müraciətlə işlədilənlər, bir də cansız varlıqlara müraciətlə işlədilənlər ki, yuxarıda biz bunu gördük. Adətən çağırış indarları ilə işlənirlər. Ay, ey, ya, a, hey. Bunlar hamısı çağırış indarlarıdır və müraciət, yəni çağırmaq, müraciət eləmək mənasındadır. Və bunlar da həmin müraciət olunan sözlərin əvvəlində işlənirlər. Xitab vəzifəsində işlənərkən sözün vurğusu adətən birincicə keçir, yəni əvvələ keçir. Yəni bir heca əvvələ keçir. Ramin gəldi normal intonasiyadadır, vurğu sondadır. Bir də var. Ramin, gəl. Gördünüz ki, bu sol cümlədəki
Ramin sözündə vurğu ikinci hecadaydı, amma xitab mövqeyinə çıxış edəndə vurğu keçir i-dən əvvəlki hecanın üstünə. Yəni bir heca əvvələ keçir. Xitablar çağırış ilə işlənərsə sözün vurğusu dəyişməz. Və indi fikir verin. Ramin gəldi, burada ikincidir. Amma Ramin gəl birincidir. Bir də var. Ay Ramin gəl. Vurğunu artıq bu götürdü. Aydın oldu, yəni bu sözün əvvələ keçir. Məsələn, Ramin gəl cümləsində əvvəldə idi burada vurğu, amma ay Ramin gəl deyəndə artıq bu vurğunu ay götürdü. Yəni çağırış indası götürdüyü üçün Raminin vurğusu yerində qaldı. Mübtəda və xitab bəzi cəhətlərdən oxşardı. Mübtəda ilə xitab bəzi cəhətlərdən oxşardı. Yəni görə hansı cəhətlərdən oxşardı? Hər ikisi adlı xallı söz və söz birləşmələ ifadə olunur. Bəli, həm xitab, həm mübtəda adlı xallı söz və söz birləşmələ ifadə olunur. Elə bu yuxarıdakı cümlələrdə gördük. Məsələn, Ramin gəldi, Ramin gəl. Ramin adlı xallı isimdir. Ramin gəl, Ramin adlı xallı isimdir. Hər ikisi daha çox isimlərlə və isim birləşmələ ifadə olunur. Bəli, doğrudur. Hər ikisinin əlavəsi olur. Bəli, xitabın da əlavəsi olur. Bunu əlavələr mövzusunda izah eləmişik. Həm mübtədanın əlavəsi ola bilir, həm də xitabın əlavəsi ola bilir. İndi gələk bunların fərqli cəhətləri. Mübtəda ilə xitabın fərqli cəhətləri hansılardır? Xitablar müraciət olunanı, mübtəda isə haqqında danışılanı bildirir. Yəni mübtədanın tərifində deyir ki, cümlədə haqqında danışılan şəxsi üzvü bildirən əsas cümlə üzvü, baş üzvü mübtəda adlanır. Amma xitab isə müraciət olunanı bildirir. Mübtəda cümlənin baş və əsas üzvüdür. Xitab isə cümlə üzvü olmur ki, bunu biraz əvvəl dedik. Mübtəda aid olduğu cümlə üzvlərlə həm mənaca, həm də qrammatik cəhətdən bağlı olur. Xitab isə sadəcə məna cəhətdən bağlı olur. Düzdür, qrammatik cəhətdən, yəni sintaktik əlaqənin hər hansı bir tərəfi ola bilmir. Mübtəda isə sintaktik əlaqənin yalnız əsas tərəfi ola bilir. Mübtəda adi intonasiya ilə, xitablar isə müraciət intonasiya ilə tələffüz olunur. Məsələn, Ramin gəldi. Bir də var, Ramin gəl. Mübtədadan fərqli olaraq xitablar aid olan cümlə üzvlərinin aydın fasilə ilə ayrılır. Yəni mübtəda adi intonasiyadan deyilir. Cümlə üzvü, yəni fikrin ifadə olunmasındakı intonasiyası nədirsə o onunla ifadə olunur, amma xitab isə aydın, yəni fərqləndiyi hiss olunur cümlədən. Mübtəda adətən cümlənin əvvəlində işlənir, xitab cümlədə yeri sərbəstdir. Yəni mübtəda yeri oynayanda qrammatik norma pozulur, düzdür, amma xitabda pozulmur. Niyə? Çünki xitab hər hansı bir cümlə üzvü mövqeyinə çıxış eləmədiyinə görə burada sintaktik, yəni qrammatik normanın pozulmasına səbəb olacaq heç bir şey yoxdur. Mübtəda bütün şəxslərdə ola bilir. Onun forma məzmununda heç bir fərq olmur. Xitab müraciət bildirdiyinə görə məzmunca ikinci şəxs formasından ifadə üçüncü şəxsə aiddir. Arif, yaxına gəl. Arif üçüncü şəxsdir. Düzdür, amma yaxına gəl, yəni sən yaxına gəl mənası. Yəni məzmunca ikinci şəxsdir. Düzdür, yəni müraciət olunan məzmununda, yəni sən yaxına gəl mənasında, amma Arif söz neçənci şəxsdədir, üçüncü şəxsdə olmuş isimdir. Mübtəda adətən özündən sonra durğu şəxsi tələb etmir, o əvəzləri fərqlidir, onlar ayrı. Amma xitablardan sonra ya vergül ya da nida işarəsi qoyulmalıdır. Çünki onun intonasiyası, aydın intonasiya hiss olunduğuna görə biz onu yazıda nə ilənsə göstərməliyik. Bu ya vergül olur, ya da nida işarəsi olur. Xitabla müqayisədə mübtəda ifadə vasitəsinə görə daha zəngindir. Belə ki, xitablar adətən əvəzliklərlə, məslərlə ifadə oluna bilmir. Mübtəda isə isimləşən və ismi xüsusiyyətini daşıya bilən istənilən sözlə ifadə oluna bilər. Məsələn, biz çox çalışmalıyıq, tutaq ki, biz xitab rolunda çıxış eləyənməz. Aydın oldu, yəni ya biz, ey biz, yəni deyənmərik. İşləmək həmişə vacibdir, yəni məslər də, yəni bəzi istisnalara çıxmaqla, yəni obrazlı, yəni xitablara çıxmaqla, bədii xitablara çıxmaqla yerləndirmək ki, normal işləməyə necə müraciət eləyə bilərsən. Amma işləmək sözü görülür ki, mübtəda rolunda çıxış eləyə bilir. Xitablar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə xitablar nitq səslə, mürəkkəb xitablar isə söz birləşmələ ifadə olunur. Yəni necə ki, dediyimiz kimi sintaksdə, quruluşda iki növ var, sadə, mürəkkəb. Yəni cümlə üzvləri nitq səsinə ifadə olanda sadə, söz birləşməsinə ifadə olunanda mürəkkəb xitab adlanır. Mürəkkəb cümlə üzvü adlanır. Xitablar da onun kimidir. Nitq səsi ilə ifadə olunursa sadə xitablardır, söz birləşmələ ifadə olunursa mürəkkəb xitablar sayılır. Ey insanlar, sülhə gəlin nitq səsinə ifadə olunub sadədir. Bax, nida ilə işlənsə də yenə sadə deyilək. Çünki xitab budur. Vətən oğlu, bu torpaq sənə güvənir, söz birləşməsinə ifadə olunub mürəkkəb xitab sayılır. Xitablar təyinlə işlənib işlənməməsi baxımından geniş və müxtəsər olur. Yəni təyin deyəndə burada təyin edici söz var, təyin edici.
təyin edici söz. Yəni təyin deyəndə burada cümlə özünü kimi təyin nəzərdə tutulmur. Aydın oldu. Bu da daha çox birinci növ təyini söz birləşmələrinə aiddir. Birinci növ təyini söz birləşmələrinə aiddir. Birinci növ təyini söz birləşmə ifadə olunan xitablar, yəni təyinli xitablar geniş, digər söz birləşmələri ifadə olunan xitablar isə müxtəsər olur. Yəni təyin edici sözlə ifadə olma baxımından, təyin edici sözlə işləməsi baxımından geniş və müxtəsər olur. Əgər bunun təyin edici sözü varsa, yəni birinci növ təyin söz birləşməsi formasındadırsa, buna geniş xitab deyirik. Yox, yerdə qalan nə formasındadırsa, buna müxtəsər xitab deyirik. Yəni fərqi yoxdur. Bu söz birləşməsindən ifadə olunub geniş xitab sayılmır. Məsələn, ikinci növ təyin söz birləşməsindən ifadə olunan, məsələn, Azərbaycan əsgəri hünərlə döyüş. Yəni, söz birləşməsi olsa da, mürəkkəb xitab olsa da geniş xitab deyil. Niyə? Çünki bunun təyin edici sözü yoxdur. Əgər olsaydı ki, qəhrəman Azərbaycan əsgəri olsaydı, bəli, biz buna nə deyərdik? Geniş xitab deyə bilərdik. Həyat, sevincin qədər əzabın da şirindir. İntiq hissəsindən ifadə olunur, təyin edici sözü yoxdur. Əziz müəllimlər, bax, fikir verirsiniz, təyin edici sözü var. Ulu dağlar, fikir verirsiniz, təyin edici sözü var. Yəni, yadda saxlayırıq ki, müxtəsər xitablarda təyin edici söz olmur. Təyin edici. Təyin yox, aydın oldu. Yəni, təyinlə işlənmişdir. Bu biraz xətalı sözdür. Çünki xitab üzvlənmir. Yəni, cümlə üzvü olmur. Yəni, cümlə üzvü olmayan şey biz təyinlə demək doğru bir şeydir. Burada təyin edici sözlər nədir? Söhbət gedir. Xitablar cümlə özlərindən vergülla ayrılır. Belə bunu dedik. Harda olur olsun, cümlənin harasında işlənməsinin asılı olmayaraq xitab əsasən vergülla ayrılır. Gülnar, gəl bizə gedək. Ay uşaqlar, nigaran qalmayın. Vətən, mən səninlə fəxr edirəm. Əziz dostlar, sizlərə güvənirəm. Yəni, burada əsasən, yəni vergüldən bəzən də bax, görürsünüz ki, nidalardan da istifadə olunur. Cümlə ortasında gəldi, hər iki tərəfindən vergül qoyulur. Mən də, qardaş, sənin kimi dağ aşmalıyam. Ortada gəldiyi üçün hər iki tərəfindən vergül qoyulur. Sonda gələndə, salamat qal, ana torpaq, ana yer. Gedəkmi Cəlal? Fikir versiniz, gedək dostlar. Sənə bir sözüm var, Cavad. Yəni, sonda gələndə özündən əvvəl vergül qoyulur. Onun axırında xitabdan sonra isə müəyyən durğu şərhləri qoyula bilir. Yəni, baxırıq intonasiya, hansı intonasiya cümlədə işlənibsə, sual cümləsində işlənibsə, sual işarəsi qoyacaq. Düzdür? Adi nəqli cümlədə işlənibsə, nöqtə işarəsi qoyacaq. Nida cümləsində işlənibsə, nida işarəsi qoyulacaq. Eyni obyektə müraciət bildirən ardıcıl işlənən iki xitabdan ikincisi birinci xitabın əlavəsi olur. Yəni, eyni obyektə, eyni müraciət olunan şəxsə ünvanlanan xitablar birinci əsas ikinci onun əlavəsi olur. Vidadi, qardaşım, sən misən, gəl ki, biz bunu əlavədə qeyd eləmişik. Müxtəlif obyektlərə müraciət bildirən və ardıcıl işlənən xitablar isə həmcins sayılır. Yəni, bu artıq əlavə yox, həmcins. Məsələn, gözəl bağça, gözəl gecə, gözəl vicdan, gözəl pəri, sizsiz keçən günlərimin hər dəmi bir xəyal olur. Yəni, burada biri digərinin əlavəsi deyil. Niyə? Çünki bağçaya xitab var, gecəyə xitab var, vicdana xitab var, pəriyə xitab var. Bunlar ayrı-ayrıdır və həmcins xitab sayılır ki, bu şeir parçasında gördüyümüz bunlar hamısı həmcins xitablar sayılır. Xitab haqqında bu qədər. Keçək indi ara sözlərə. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibəti bildirir. Xitablar müraciət olunanı bildirirsə, ara sözlər də danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Biz bunu morfologiyada modal sözlərə aid eləmişdik bu tərifi. Düzdür? Modal sözlər. Yadda saxlayaq ki, bütün modal sözlər sintaktik funksiyası ara söz olmaqdır. Yəni, buradan belə nəticəyə gəlirik ki, sintaktik vəzifə daşıyan köməkçinin hissələrin sayı 2 olur. Düzdür? 2. Qoşma, modal söz. Amma qoşmanın sintaktik funksiyasına bu sintaktik funksiyası fərqlidir. Bunun sintaktik funksiyası ara söz olmaqdır, modal sözün. Qoşma isə qoşulduğu sözü birlikdə cümlə özü olmaqdır. Aydın oldu və bunu qatışdırmayaq. Modal sözlərin sintaktik funksiyası var, bəli, ara söz olur, amma ara söz cümlə üzvü olmur. Çünki qrammatik cəhətdən əlaqələnmir. Məna cəhətdən əlaqələnsə də, qrammatik cəhətdən əlaqələnmir. Amma qoşma qoşulduğu sözlə birlikdə məna açıqları yaratdığı üçün sintaktik vəzifəsi cümlə üzvü daşıyır. Cümlə üzvü olur. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Şairdir, görünür, düz ilqarı var. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman, salamat qal, sən salamat qal. Burada duman xitab olmalıdır. Yəni, burada gördüyümüz kimi görünür, bir də bəlkə, yəni fikrə münasibət bildirir. Aydın oldu, güman şübhə məzmunu yaradır və ara söz mövqeyinə çıxış eləyir.
Ara sözlər formasına görə söz birləşməsi cümlə şəklində olur. Yəni bunları bilin, gəlin görək bunlar hansı formada ifadə olunur. Söz şəklində bəlkə, əlbəttə, doğrusu, bizcə, zənnimcə, məncə, yəqin, heyf, müxtəsər, əsasən və s. Yəqin sən də getməlisən. Elşən əsasən doğru məlumat verdi. Elşən əsasən doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq, bitirməliyik. Vüqar, zənnimcə daha düzələr. O fikir verirsə, bu da hamısı söz şəklində ifadə olunan ara sözlərdir. Söz birləşməsi şəklində bildiyimiz söz birləşmələri. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qaydacaqmı? Yəni fiili sifət tərkibi. Mən bilən, sonu yaxşı olacaq. Yəni fiili sifət tərkibi. İndi sözün doğrusu, hər şeyi açıq deyə bilmərəm. Sözün düzü, sözün doğrusu söz birləşməsindən ifadə olunur. İndi gəlir cümlə şəklində. Yəni cümlə şəklində belə düşünək də, çoxlu sözlərdən ifadə olunan deyil. Yəni cümlə şəkli deyəndə nəyə nəzərdə tutacağıq? Xəbər kimi düşünülə bilən sözlər, yəni xəbərli şəkli formasında olur. Yəni xəbər kimi ayrı cümlədə xəbər kimi biz bunu işlədə bildiyimizə görə buna nə deyirik? Cümlə şəklində ifadə olunan ara söz deyirik. Görünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin, olsun, demək olar ki, deyəsən, sən demək, qəribədir və fikir versə, bunlar ayrı cümlələrdə normal xəbər mövqeyinə çıxış edə bilən sözlərdir. Amma ara sözdə fikrə münasibət bildirib, ara söz mövqeyinə çıxış edəndə bunlar cümləzə olmaz, sadəcə bunlara cümlə şəklində olan ara söz deyirik. Düzdür, pis adam deyil, amma biraz laqeydliyi var. Bu, necə deyərlər, gəmidə oturub gəmisi ilə dava edir. Sən demək olar ki, bizi unutmusan. Bütün bunlardan sonra elə bilirəm, sənə daha bir söz deməzlər. Ola bilsin, sabah onu görəcəyəm. Bu ara sözlər zahirən görünüşə görə xəbər forması olduğuna görə cümlə şəklində sayılır. Əslində yuxarıdakı cümlələr cümlə əlamətlərini ilk növbədə bitmə intonasiyasını itirmişdir. Yəni cümlə nədir? Bitmiş fikir bildirir. Düzdür, burada bitmiş fikir söhbəti yoxdur. Ara sözlərin mənaca növləri. Yəni indi yuxarıdakı sıraladığımız ara sözlərin hansı məna növlərini bildirdiyini bir-bir qeyd edək. Məsələn, əminlik, yəqinlik bildirən ara sözlər var. Əlbəttə, sözsüz, şübhəsiz, şəksiz, doğrudur. Yəni əlbəttə ki, sözsüz ki, şübhəsiz ki, düzdür, doğrudan, düzü, doğrusu, həqiqətən də, sözün doğrusu, əsla qətiyyən hökmən. Güman şübhə bildirənlər, bəlkə də, deyəsən, güman ki, görünür, olmaya, olsun ki, görəsən, ola bilsin və s. Güman şübhə bildirir. Fikrin mənbəyini kimə aid olduğunu bildirənlər, məncə, sizcə, mənə görə, deyilənə görə, eşitdiyimə görə və s. Atalar demişkən, nitq hissələr arasında əlaqəni göstərənlər, nəhayət, beləliklə, demək, deməli, xülasə, qısası, əvvəla, birinci, ikincisi və s. Bunlar hamısı nitq hissələr arasında əlaqəni göstərən ara sözlərdir. Təəssüf bildirən ara sözlər var. Heyif, heyif ki, çox heyif, təəssüf, əfsus ki və s. Burada da çox heyif, i hərfini yazılmayıb. Müqayisə bənzətmə bildirənlər elə bil ki, sanki, güya, bunlar da nədir? Ara söz mövqeyində çıxış eləyir. Ara sözlər cümlə özlərindən vergüllə ayrılır. Deyəsən, bu qış sərt olacaq. Mən sözsüz ki, onunla əlaqəni kəsməyəcəm. Gözəl görünür məncə. Burada sadəcə bunu yadda saxlayırıq da, bu müqayisə bənzətmə bildirən modal sözlərdə vergül işarəsi olmurdu zaten. Bu da eynidir. Bu formada eyni qalacaq. Ümumən, ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Bəli, xitablarda necə ki, cümlənin əvvəlində gələndə özündən sonra vergül qoyulurdu. Ortada gələndə özündən hər iki tərəfindən sonra vergül qoyulur. Əvvəldə, sonra da, sonda yerində özündən əvvəl vergül, sonda isə müəyyən durğu işarəsi. Həm xitablarda yazaq, həm də modal sözlərdə yazaq. Aydın olduğu, modal sözlərdə olduğu kimi bunu qeyd eləyə bilərik. Ara sözlər daha çox modal sözlər ifadə olunur. Lakin nəzərə almaq lazım ki, bütün modal sözlər ara söz ola bildiyi halda bütün ara sözlər heç də modal söz deyil. Bəli, zaten bunu deməyə ehtiyac yoxdur. Məsələn, atalar demişkən modal söz deyil. Düzdür, necə deyərlər modal söz deyil. Amma bütün modal sözlər hamısı ara söz mövqeyində. Çünki onların hamısının sintaktik vəzifəsi, sintaktik funksiyası olur. O da ara söz mövqeyində çıxış eləmək. Ara sözlər və modal sözlər terminlərini qarışdırmaq olmaz. Çünki niyə? Ara söz sintaksin termindir, modal söz isə morfologiyanın termindir. Ara sözlər adətən modal sözlə ifadə olunur. Modal sözlər yalnız söz formasında, ara sözlər isə söz birləşməsi cümlə formasında olur.
Bəli, əziz həmkarlar, bununla da dərsimizi yekunlaşdırdıq. İnşallah növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.